Bismillahirrahmanirrahim. Qədirxum hadisəsi baş verdikdən sonra Allah Taala bir ayə nazil etdi. Ayədə Allah buyurur ki: "Əl-yevmə ye'isəl-ləzīnə kəfəru min dinikum fəla təxşəvhum." Baxın, bu ayədə Allah Taala buyurur ki, bugün artıq kafirlər, din düşmənləri sizin dininizi aradan aparmaqdan məyus oldular. Artıq onlardan qorxmaya bilərsiniz. Bu nəyə görə Allah Taala bu cürünə buyurur? Səbəbi budur ki, kafirlər Qədirxum hadisəsinə qədər, yəni Həzrəti Peyğəmbər gözləyirdilər ki, dünyasını dəyişsin və ondan sonra boşluq yaratsın ki, İslam dinini aradan aparsınlar. Amma Qədirxum günündə Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın əmri ilə Həzrəti Əli əleyhissalamı, Əmir əl-Möminini özündən sonra dinə başçı, möminlərə rəhbər təyin etdikdən sonra artıq kafirlər məyus oldular ki, bir dinin başında ki, Həzrəti Əli əleyhissalam kimi bir şəxsiyyət varsa, artıq onu aradan aparmaq mümkün olmayacaqlar. Bu da kafirlərin, din düşmənlərinin məyusluğuna səbəb oldu. Baxın, ona görə bir insan əgər istəyirsə, onun dinini, əqidəsini, imanını aradan aparmaqdan din düşmənləri, kafirlər məyus olsunlar, gərək neynəsin? Gərək Həzrəti Əli əleyhissalama tabe olsun, onun kimi həyat tərzi yaşasın, ondan örnək və nümunə götürsün. Sözün əsl mənasında əsl Əli şiyyəsi olsun ki, onun dininə, imanına, əqidəsinə kafirlər, din düşmənləri zərər yetirə bilməsinlər. Qədirxum bayramımız mübarək olsun. Allah Taala bizləri Həzrəti Əli əleyhissalamın vilayətində sabit qədəm qərar versin inşallah. Və düşmənlər də dinimizi, əqidəmizi, imanımızı aradan aparmaqdan məyus olsunlar.